Yəni başa düşmək lazımdır ki, sahibkarlıq vacibdir, necə ki onu Dubayda elədilər. Və baxmayaraq ki, yəni onlar neftlə rahat uzun müddət dolana bilərdilər və neftin qiyməti əla idi. Onlar əvvəlcədən özlərinə hədəf qoydular ki, gəlin biz neftdən asılılığı azaldaq və indi 3%-dən aşağıdır artıq neftdən asılı onların iqtisadiyyatı. Və prioritet düzgün seçəndən sonra baxmaq olar ki, bunu eləmək üçün nələr lazımdır? Deməli, bura dəstək vermək lazımdır, ora dəstək lazımdır. Yəni buradan formalaşmalıdır. Artıq yanaşma. Mən təzəlicə bir seriala baxdım. Çox orada belə gözəl bir məqam var idi. Amerikada Yellowstone. Xanım gedir yoldaşının yanına, rançoya gedir. Onlar da orada yəni inəklərə baxırlar da. Polis bunu saxlayandan sonra yəni cərimələmək istəyir. Sonra deyir ki, hara gəlsən? Deyir yoldaşımın yanına. Deyir hara? Deyir ki, falan ranço, rançonun adını deyir. 666 səfər olsa. Bəli. Çıxardır ona verir, deyir, spasibo za službu, thank you for serve. Yəni ki, xidmət edir. O da təəccüblənir ki, niyə? Deyir, biz bilirik də bizim ətimiz hardan gəlir. Yəni o, mən hesab eləyirəm ki, bax o düşüncə tərzi dediyimi, bax odur. Yəni biz başa düşməliyik ki, sahibkara dəstək vermək lazımdır.